Sağ olun, çok sağ olun. Minnettarım. Teşekkür ederim. Ben demək olar 10 gün Məkkə şəhərində, Məkkə və Mədinədə bu ümrə ziyarətində hacılarla olduq. Yəni bu səfərimizdə 20 neçə nəfər idi? 28 nəfər idi. 3 nəfər ağalardan, 4 nəfər xanımlardan. Deyir ki, qardaşım necədir? Deyərlər ki, elisində belə söz var. Səfər yoldaşı olmamışam. Doğrudan da çox gözəl səfər yoldaşı idilər. Ədəbləri ilə, əxlaqları ilə, təvazökarlıqları ilə, sadəlikləri ilə bizə əxlaq dərsi verdilər. Biz onlardan çox şeylər öyrəndik, istifadə elədik və gözəl bir səfər idi. Bir yerdə Kəbənin dövrünə, ətrafına tavaf eləməkli, Səfa ilə Mərvə arasına səy eləməkli, gözəl bir ziyarət edir ki, sizinlə həm bir yerdə Mədinəni ziyarət eləməkli. O qədərləri var ki, arzuları vardır, ürəkləri döndür. Kaş mənə də görəsən qismət olacaq. O qədərləri var ki, o arzunu özləri ilə torpaq altına aparıblar, qəbrə aparıblar, nəsibləri onun edir. Şükür Allaha, elhamdülillah, Allah Teala qabaq insanlarda belə bir şərait yox idi, belə bir tövfiq yox idi, belə bir belə deyək, vazmojnost yox idi. Şükür Allah, bu günləri oturdun 4 saatdan sonra Məkkədəsən. Nə gözəl. Ona görə qədimlər 6 aylarla Məkkəyə yol gedirlər. 6 aylarla həyat yoldaşını, kişinin xanımına talaq verirdi, boşayırdı. Niyə görə bilirsiniz? Eşidirsiniz da, deyirlər filan kəs Məkkəyə gedəndə arvadına boşayırdı. Niyə görə? Çünki ola bilərdi ki, Məkkəyə gedəm xanım, yolda yol oğurları vardır, dağdan aşırsan, bağdan qaçırsan, nə bilim, ac, susuz, Ərəbistanın 50 dərəcə istisi, nə kondisioneri var idi, dəvə belində, at, ulaq belində gedirdilər. Gedirdilər, çoxu da qayıtmırdı, acından ölürdü, ya oğurlar oğurlayırdı, ya min cürə bəlalar. O cür kişilər ziyarətə gedib, o cür dini bizə belə çatdırırlar. Bu günləri əlin cibində, diplomat əlində 4 saatdan sonra oturdun, ağa prezidentsa, ləbbeyk Allahümmə ləbbeyk qayıtdın. Buna nə cavab verəcək? Əgər Allahın beyti, Allahın evi boş qalarsa. İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, Beytülmaldan belə, dövlətin büdcetindən belə olsa belə, hər il, hər zamanı, ay dövlət başçıları pul verir, cəmaatı göndərir, Allahın beyti boş qalmamalıdır. Əgər Allahın evi hansısa bir zaman boş qalarsa, göydən Allah bəla nazil eləyər. Oldu mu? Koronavirus zamanında. Boş qaldı mı? Allahın bəlası gəldi mi? Yer kürəsinə nə qədər insanlar qırıldı? Allahın beyti niyə görə? Allahın beyti, Allah evinin bu yer kürəsi bəşəriyyətə bu fırlanmaqlıq nədirsə, hər nədirsə Allah Teala ruzu, xeyri, bərəkəti elə onu ilə verəcək. Ona görə sən, mən deməməliyik ki, yalnız apredilyon bir dəstələrə, xeyr, hər bir müsəlmanın borcudur. Hədis var, buyurur ki, hər kimin boynuna həc gələrsə, həccə getməyərsə, gələn il inşallah, belə deyə ölərsə, əgər həyat ona ömür vəfa qılmazsa, o dünyasını dəyişər, o şəxs müsəlman yox, Yəhudi və Xristiyan dinində dünyadan gedər. Niyə görə? Yəhudi dinində həc var, Xristiyan dinində həc var. Buyurur ki, bir adamın boynuna həc gələrsə, ora getmək miqdarında pulun varsa, sabah birisi gün, bir ay, gələn il inşallah, bu cür yola velərsə, ölsə, deyir o insan müsəlman qolunda ölməz. Mən sizi qorxuzmaq istəmirəm. Özümə kliyət də yığmaq istəmirəm. İstəyirəm Allahın hökmünü insanlara çatdırım ki, biləsiniz, Allahın beytinin kənarına hər bir insanın borcudur. Necə pul tapırıq hər bir şey eləməkliyə, Allah Əzə və Cəl buyurur ki, mənim də beytimin başına fırlanmalısın. Niyə? Allah Əzə və Cəl bəşəriyyəti yaratmamışdan qabağa, hələ bu dünya insanlar yaranmamışdı, göydə Kəbənin istiqamətində Beytül-Məmur yaratmışdır. Beytül-Məmuru əvvəl göydə yaradıb. Bu Kəbə ki, bu günləri yerdə görürsünüz, göydəki orijinal Beytül-Məmurun maketini də Allah yerin üstündə qurub. Başa düşdünüz?
Göydə yaratmışdı Allah Azze ve Celle Kəbəni. O Kəbənin adı Beytül Mə'mur, Allahın əmr etdiyi ev. Niyə görə məmur qoymuşdur? Yəni əmr olunmuş ev. O ev içi əmr olunubdur. Göydəki olan bütün məxluqat, bütün kəşkeşanlar, bütün mələikətullah o evin başına fırlanmalıdır.